iki videodan ilk sifarişimizi aldığımıza görə artıq bugün həmin şamı sizinlə birlikdə hazırlaya bilərik. Əvvəlcə stakanı hazırlayıram, dezinfeksiya edib stakanın qurumağını gözləyirəm və fitili diqqətli mərkəzdə sabitləyirəm. Burada hər detal önəmlidir. Şamın birinci hissəsi üçün gel mumdan istifadə edirəm. Dəqiqliyi sevdiyim üçün onu əvvəlcə tərəzidə ölçürəm, sonra əridirəm, uyğun temperatura çatdırıram və şama gözəllik qatmaq üçün patal əlavə edirəm. Patali gözəl qatışdırıb stakanı hazırlayıram. Digər qabın üstündə yan vəziyyətdə sabitləyirəm və qarışımı əlavə edirəm. Mum diaqonal şəkildə yayılır və gələcək formanın ip xəttini yaradır. Sonra ikinci mərhələ başlayır. Başqa bir hissə mumu tərəzidə ölçüb əridirəm. Sonra isə bu şamın görünüşü ilə uyğun gələn yüngül və zərif vanil aromalı aromatizator əlavə edirəm. Artıq gel mumun tamamilə hazır olduğundan əmin olub, stakanı düz vəziyyətə gətirib ikinci qatı diqqətlə əlavə edirik. Fitili sabitləyirik və nəticədə diaqonal şəkildə iki hissəyə bölünmüş bir şam yaranır. Bu sadəcə bir şam deyil, hər şeyin başladığı bir andır. Əgər bu abu-hava sizə də yaxındırsa və mənim yolumun bir parçası olmaq istəyirsinizsə, kanala abunə olun və hər detalına sevgi qatılmış şamlarımızı sifariş edin.